Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və müəllim olmağa hazırlaşan liqçilər. Bugün mən sizə Time 2024 kitabından inklüziv təhsil haqqında danışmaq istəyirəm. Ümumiyyətlə deyim ki, inklüziv təhsil indiyənə qədər keçdiyimiz kurikulum kitablarında olmayıbdır, ancaq 2024 kitabındadır. Ancaq biz inklüzivlik haqqında əvvəllər də başqa mövzularda tanış olmuşuq, inklüzivliyin nə olduğu haqqında məlumatlıyıq. İnklüzivlik nədir? İnklüzivlik sağlamlıq imkanlarında məhdudluq olan, eyni zamanda öyrənmə çətinliyi olan və eyni zamanda irqi və sosial mənsubiyyətinə görə, dininə görə, milliyyətinə görə ayrı-seçkilik görən şəxslərə bərabər şəkildə, ədalətli şəkildə ayrı-seçkilik etmədən təhsilin paylanmasıdır. Bəzən elə başa düşülür ki, inklüzivlik deyəndə ancaq sağlamlıq imkanları məhdud uşaqlardan söhbət gedir. Xeyr. İnklüzivlik təkcə sağlamlıq imkanları məhdud uşaqlardan söhbət getmir. İnklüzivlik dedikdə eyni zamanda öyrənmə çətinliyi olan, sosial mənsubiyyətinə görə, irqinə görə, dininə görə, dilinə görə ayrı seçkiliyə məruz qalan insanlara, uşaqlara təhsilin bərabər şəkildə paylanmasıdır. Yəni bu uşaq digər uşaqlar kimi bərabər şəkildə hər kəsə verilən təhsildən yararlanmalıdır. Eyni zamanda ona verilən təhsil hüququndan da yararlanmalıdır. Ümumiyyətlə, inklüziv təhsil daxil etmə deməkdir. Bütün vətəndaşların ilk növbədə sağlamlıq imkanları məhdud sözünə bəzən sim kimi də rastlaşa bilərsiniz. Böyük hərflərlə bilin ki, söhbət sağlamlıq imkanları məhduddan gedir. İnsanların cəmiyyətə adaptasiyasını, eyni zamanda digər insanlar kimi də onların cəmiyyətin bərabər hüquqlu bir fərdinə çevrilməsini təmin edən bir təhsil sistemidir, bir təhsil belə deyək, formasıdır. İnklüziv təhsildə deməli, əsas məsələ söhbət ondan gedir ki, burada hər bir nüansda şagirdlərin hər birinin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Yəni, söhbət nədən gedir? Təhsilin metodlarında, formalarında, hər bir şeydə şagirdlərin fərdi xüsusiyyətləri, onların ehtiyacları, maraqları nəzərə alınmalıdır. Və burada əsas prinsip ədalətin və bərabərliyin qorunmasıdır. Ümumiyyətlə, inklüziv təhsilin digər mühüm xüsusiyyəti isə onun ailə və sosial iştirakçılığa verdiyi dəyərdir. Burada söhbət nədən gedir? Ümumiyyətlə, bu təhsil sistemi eyni zamanda şagirdin gələcəkdə müstəqil həyata atılmasına, ona qarşı olan ayrı-seçkiliyi, yəni diskriminasiyanın aradan qaldırılmasına da neyniyir? Dəstək olur. İnklüziv təhsilin istiqamətləri, ideologiyası bundan ibarətdir ki, bütün insanlara eyni münasibət göstərilməlidir. Diskriminasiyadan, yəni ayrı-seçkilikdən uzaq durmaq lazımdır. Eyni zamanda xüsusi təlim ehtiyacları olan uşaqlar üçün ümumi təhsil müəssisələrində şərait yaratmaqdan söhbət gedir. Əvvəllər bu cür uşaqlar xüsusi məktəblərdə təhsil alırdı, amma indi onların cəmiyyətə adaptasiyasına nəzərə alaraq bu cür uşaqlara, yəni xüsusi ehtiyacları olan uşaqlara ümumi təhsil sistemində, ümumi bir sinifdə digər uşaqlarla qarışıq vəziyyətdə dərs keçirilməsi inklüziv təhsilin əsas məsələsidir. Ümumiyyətlə, inklüziv təhsil deyir ki, insanın dəyəri onun qabiliyyəti və nailiyyəti ilə ölçülmür. Ola bilsin ki, bir insanın akademik nailiyyəti o qədər də güclü deyil, amma onun dəyəri heç də ondan ölçülmür. Yəni, insani dəyər heç də onun əldə etdiyi hər hansı bilik və bacarıqdan söhbət getmir. Və onun prinsiplərindən biri də odur ki, hər kəsin hiss etmək və düşünmək qabiliyyəti var. Hər kəs ünsiyyət hüququna malikdir. Eyni zamanda hər kəs öz həmyaşıdları ilə ünsiyyətdə, öz həmyaşıdları ilə bir yerdə dostluq, dəstək zəminində böyüməlidir. Və eyni zamanda inklüzivlik insanların, yəni bu təlim ehtiyacları olan fərqli insanların özünü tapmasına da dəstək olur. İnklüziv mühitdə təhsil alan şagird sağlamlıq imkanları məhdud olsa da belə, özünü bu mühitdə tapır, özünü həmin icmanın üzvü kimi hiss eləməyə başlayır, öz güvəni artır və onun indiyənə qədər özünün belə kəşf eləmədiyi bir potensialı, bir istedadı ortaya çıxa bilər ki, o da onun gələcək həyatını qurmaqda onun üçün çox böyük bir potensial ola bilər. İlk öncə onu deyək ki, təhsil insanın ən fundamental haqqıdır. Yəni bu haqq, belə deyək də, əvvəlcə bu haqq həyata keçirilməlidir, insanın bu hüququ təmin olunmalıdır. Daha sonra isə
Təhsildən sonra isə artıq işlə təmin olunmaq, müstəqil həyatda hər hansı bir məsələləri qazanmaq və s. o təhsildən sonra gəlir. Bayaq dediyim məsələ inklüziv təhsil müxtəlif ehtiyacları olan şagirdlərin öz inamını yüksəldir. Çünki sağlamlıq imkanları məhdud olan şagirdlərdə adətən özünə inam digər insanlara baxanda daha zəif olur. Ona görə də onları ayrı-ayrı qruplara ayırmaq, onları digər şagirdlərdən ayırmaq və onlara fərqli olduqlarını hiss elətdirmək onların özgüvənini, özünə inamını daha da öldürə bilər. Sonra gəlirik inklüziv təhsilin əhəmiyyətinin digər bir məsələsi. İnklüziv təhsil insanlarda ünsiyyət bacarıqlarını inkişaf elətdirir. Yəni inklüziv sinif bütün insanlara bərabər ünsiyyət, bir-birinə ünsiyyət qurmaq, ünsiyyəti təkmilləşdirmək, hətta fərqli uşaqlar arasında belə çox asanlıqla qarşılıqlı əlaqə yaratmaq imkanı verir. Məsələn, bəzi uşaqlar var ki, onlarda disleksiya var, məsələn, danışma problemi var. O uşaq əgər evdə tək təhsil alarsa, xüsusi bir məktəbdə təhsil alarsa, o problemin aradan qaldırılması minimuma enmiş ola bilər və o uşağın digər insanlar tərəfindən başa düşülməsi də minimuma endirilə bilər. Ancaq o uşaq artıq belə deyək, bütün eyni uşaqlar öz yaşları ilə və qabiliyyətləri ilə ondan seçilən, yəni disleksiyası olmayan, normal nitq qabiliyyəti olan uşaqlarla ünsiyyətdə olan zaman, o zaman onun üçün daha gözəl imkanlar açılır, özünü ifadə eləmək bacarığı formalaşır və başqalarını başa düşmək bacarığı formalaşır və müstəqil həyata, məktəbdən sonraki həyata, karyera qurmağa həmin uşağa dəstək olur. İnklüzivin daha vacib faydaları nədən ibarətdir? Bayaq dediyim məsələ, hər bir şagird özünü aid olduğu icmanın hissəsi, tərkib hissəsi hiss edir. Yəni deyir ki, mən də həqiqətən də 6-cı sinif şagirdiyəm, mən də bu dövlətin vətəndaşıyam, mənim digər uşaqlardan heç bir fərqim yoxdur, mənə də digər uşaqlar kimi eyni təhsil hüququ verilir və s. Özünü cəmiyyətin lazımlı bir fərdi kimi hiss edir. Eyni zamanda uğurlu inklüziv təhsil olan zaman həmin şəxsin, həmin şagirdin güclü tərəfləri və potensialları inkişaf eləməyə başlayır və müxtəlif qabiliyyətə malik olan şagirdlər eyni sinifdə öyrəndikdə daha çox motivasiya olurlar və valideynlərə də müsbət təsir göstərir. Valideynlər məktəbə cəlb olunurlar, evladlarının təhsilinə maraqlanmağa başlayırlar, ümumiyyətlə təhsil mühiti ilə əməkdaşlıq etməyə başlayırlar, müəllimlərlə və s. Bu da öz növbəsində inklüzivliyin faydalarından biridir. Deməli, özünün inklüzivlik haqqında kitabında Linda Graham belə bir fikir işlədir ki, inklüziv təhsil o zaman uğurlu olur ki, müəllimin akademik göstəricilərlə bərabər inklüzivlik haqqında məlumatı olsun. Ola bilsin ki, mən öz ixtisasımı mükəmməl dərəcədə bilirəm, amma mənim şagird fərqliliyi ilə bağlı məlumatım az olduqda, şagirdlərin fərqli ola bilməsi, sağlamlıq imkanları məhdud şagirdlərlə davranışın hansı formada ola bilməsi haqqında məlumatlarım az olanda, inklüziv təhsil nə edir? Çətinliklər yarada bilər və bu təhsil uğurlu olmaya bilər. Ona görə də təhsil verən hər zaman düşünməlidir ki, təhsil verən bir problemin hər zaman şagirddə olduğunu düşünərsə və hər kəsi eyni üsulla öyrətməyə çalışarsa, eyni qiymətlənmə meyarlarından, eyni resurslardan istifadə edərsə, bu zaman inklüzivliyi yaratmaq mümkün olmaz. İnklüzivliyin ən gözəl texnikası öyrənmək üçün universal dizayndan istifadə etməkdir. Buna deyirik UDL. Siz ola bilər ki, hardasa bu sözlə rastlaşarsınız, UDL sözü ilə. Bilin ki, UDL, yəni İngilis dilindən Universal Decision for Learning, yəni öyrənmək üçün universal dizayndan söhbət gedir və bundan istifadə edəriksə əgər biz, bu zaman inklüzivliyi daha düzgün qura bilərik. Yenə bura yazıram UDL. UDL nədir? Universal Decision for Learning. Yəni öyrənmək üçün ən universal, ən belə deyək, öyrənməni mümkün edən, əlçatan edən dizayndan söhbət gedir. Öyrənmək üçün universal dizayn 3 mərhələdən ibarətdir. İndi gəlin onun mərhələləri ilə nə edək? Tanış olaq. Birinci mərhələ cəlb etmədir. Cəlb etmədə görürsünüzmü nə yazıb dairənin içində? Nə üçün öyrənirik? Nə üçün öyrənirik? Şagirdlərdə nə yaratmaq lazımdır?
motivasiya yaratmaq lazımdır ki, onlar nə üçün öyrəndiklərini başa düşsünlər. Biz öyrənmədə demək, maneələri aradan qaldırmaq üçün ilk növbədə cəlb olunmanı, bu üç prinsip əsasında formalaşdıra bilərik. Cəlb olunmanı düzgün qurmalıyıq. Şagirdlər öyrəndikləri mövzunun onlara nə üçün lazım olduğunu, nə üçün anlayışını aktivləşdirmək lazımdır. Mən bunu nə üçün öyrənməliyəm? Bu məlumat mənə gələcəkdə harda lazım olacaq? Bu məlumatı öyrənməyim mənə nələri öyrədə bilər? Hansı bacarıqlar formalaşdıra bilər? Onlarda bu cür narahatlığı aradan qaldırmaq və onlarda nə etmək lazımdır? Motivasiya yaratmaq, cəlb eləmək lazımdır. Şagirdləri dərsə maraq yaratmaq lazımdır. Onları tədrisə cəlb etməklə öyrənəcəkləri məsələ arasında emosional bir əlaqə, emosional bir bağ yaratmaq lazımdır. Ümumiyyətlə, şagirdləri fərdi və qrup işlərində də cəlb edə bilərik. Ancaq ən çox biz belə deyək, inklüziv təhsildə əməkdaşlığı tətbiq eləyən, əməkdaşlıq olan məsələlərə daha çox üstünlük verməyimiz önəmlidir. Deməli, UDL-in birinci mərhələsi oldu cəlb etmə. Cəlb etməni də biz zaten motivasiyadan bilirik. Sadəcə burada bir qədər fərqli cəlb etmə metodlarından istifadə eləməliyik. Çünki uşaqlar fərqlidir. Uşaqların fərqliliyi nə olmalıdır? Nəzərə alınmalıdır. İkinci məsələ təqdimatdır. Təqdimatda söhbət mövzunun təqdimatından gedir. Nə öyrənirik? Yəni, bugünkü mövzumuz nədən bəhs edir? Nə öyrənirik məsələsinə toxunacağıq burada. Burada informasiyanı artıq şagirdlərə başqa üsullarla ötürməliyik. Şagirdlərin müxtəlifliyini nəzərə almalıyıq. Məsələn, şagird var ki, eşitmə problemi var. Ola bilsin, aparat taxır, amma çox cüzi eşitməsi var, eşitmə problemi var. Həmin şagirdə məlumatlar vizual görüntülərlə, qrafiklərlə, animasiyalarla, belə deyək, təqdim oluna bilər. Elə uşaq var ki, görmə problemi var. O uşaqlara audial vasitələrlə təqdim edilməsi məsləhətdir. Yəni, belə deyək də, şagirdlərdə nə öyrənirik, yəni mövzunun təqdim edilməsi məsələsi mütləqdir ki, nə olsun, müxtəlif yollarla həyata keçirilsin ki, və bu da şagirdlərin fərqliliyi nəzərə alaraq inklüzivliyi təmin etsin. Üçüncü bir məsələ isə necə öyrənirik məsələsidir. Burada artıq fəaliyyətdən söhbət gedir. Yəni, fəaliyyətimizi necə qurmalıyıq? Burada, belə deyək də, biz təlim nəticəsinə necə çatmalıyıq məsələsindən söhbət gedir. Bu zaman, belə deyək, biz yenə də fərqli, yeni kontekstə uyğunlaşdırılmış şəkildə strateji yanaşmalardan istifadə etməliyik. Şagirdlərin öyrəndiklərini müxtəlif formada təqdim etmək, onlara seçim imkanı, eyni zamanda öyrəndiklərini müxtəlif formada bizə təqdim etmələrinə nə etmək lazımdır? Şərait yaratmaq lazımdır. Bəs gəlin görək, şagirdlərin pozu davranışlarını necə idarə etmək lazımdır? Şagirdlərin davranışlarının idarə edilməsi ilə bağlı bizim əvvəlcədən fərqli bir strategiyamız olmalıdır, bir planımız olmalıdır. Çünki belə deyək də, müəllim proaktiv olmalıdır. Müəllimin əvvəlcədən hazırlanmış bir planı olmalıdır ki, şagird davranışını eləyə bilsin, idarə eləyə bilsin. Eyni zamanda biz şagirdlərin davranışını idarə etmək üçün onların müsbət davranışlarını dəstəkləməliyik. Nə deməkdir müsbət davranışlarını dəstəkləmək? Tərifdən istifadə edə bilərik, sertifikatdan, mükafatdan istifadə edə bilərik. Münaqişələrin həll yollarından münaqişələri necə həll etmək lazımdır? Sonra prosedur və qaydalarımız, gözləntilərimiz olmalıdır ki, bu da şagird davranışını idarə etməsi üçün çox önəmlidir. Bir də inklüziv təhsildə korporativ öyrənmə ən önəmli məsələlərdən biridir. Korporasiya özünüz bilirsiniz, əməkdaşlıq deməkdir. 4K bacarıqlarından biridir. İnklüzivliyi tətbiq etmənin ən səmərəli yollarından biri korporativ öyrənmədir. Yəni, əməkdaşlığı tələb edən, təşviq edən tapşırıqlar və fəaliyyətlər verilməlidir şagirdlərə və şagirdlər, belə deyək də, hər kəsin fərqli qruplarda olması mütləq təmin olunmalıdır. Sağlamlıq imkanlarının məhdud uşaqları digər bir qrupa daxil eləyib, sağlam uşaqları da fərqli bir qrupa daxil etmək olmaz. Mütləq ki, burada nə etməliyik? Biz heterogen qruplar qurmalıyıq. Hər qrupda müxtəlif ehtiyacları olan, məsələn, disleksiyası olan, eşitmə çətinliyi olan və yaxud da heç bir problemi olmayan tam sağlam uşaq olmalıdır. Yəni, tamamilə heterogen bir qrup olmalıdır ki, orada nə olsun? Bir-birindən öyrənmə, sosial bacarıqlar, ünsiyyət və s. neynəsin? Öz əksini tapsın. Sonra, müəllim, belə deyək də,
Peşəkar inkişafı. Biz şagird davranışına nəzarət etmək üçün bayaq Linda Grahamın bir sözü var idi. Müəllim peşəkar olmalıdır. Müəllimin akademik göstəricisi onun peşəkarlığı deyil. Biz özümüz də müəllimik. Hətta bunu öz təcrübələrimizdə görürük ki, bəzən heç sinifdə belə deyək, heç problemli uşaq olmur. Hər kəs sağlamdır, normal uşaqlardır, amma biraz belə deyək də dəcəl uşaqlar olur. Müəllimin göstəriciləri çox yüksəkdir. Müəllim sertifikasiyadan 50 plus bal yığıb, diaqnostikdən 50 plus bal yığıb. Amma müəllimin sinifi idarə etməsi zəifdir. Bu nədən irəli gəlir? Bu müəllimin peşəkarlığının zəif olmasından irəli gəlir. Ona görə də deyir, inklüziv mühiti yaratmaq müəllimdən peşəkarlıq və pedaqoji səriştə tələb edir ki, bu da o deməkdir ki, müəllim şagird fərqliliyini anlamalıdır, qəbul etməlidir. Xüsusi təlim ehtiyacları inklüzivliklə bağlı mütəmadi olaraq kurslara cəlb olunmalıdır və bu kurslarda şagirdlərin üzləşdiyi çətinlikləri necə aradan qaldırmaq, onların üzləşdirdiyi çətinliklərə necə dəstək olmaq, davranış pozuntularını necə aradan qaldırmağın yollarını nə etməlidir? Bu təlimlərdə öyrənməlidir. Eyni zamanda inklüziv təlimdə müxtəlif qiymətləndirmə üsullarından istifadə etmək lazımdır. Biz bütün şagirdləri eyni cür qiymətləndirsək, bu inklüziv yanaşma olmaz. Çünki bəzi şagirdlər müəyyən tapşırıqlarda çətinlik çəkə bilərlər. Ona görə də, çünki şagirdlər fərqlidirlər axı. Biz deyirik ki, şagirdlərdə burada nə var? Məsələn, autizm sindromlu şagirdimiz ola bilər, disleksiyası olan şagirdimiz ola bilər, hiperaktiv şagirdimiz ola bilər. Ona görə də mütləqdir ki, müəllim formativ qiymətləndirmə zamanı nə etsin? Şagird müxtəlifliyini nəzərə alsın. Bəzi hallarda deyir, şagirdin akademik göstəricisini yox, onun fəaliyyətini, onun aktivliyini nə etmək lazımdır? Qiymətləndirmək lazımdır. Ola bilər ki, məsələn, şagird şifahi olaraq özünü ifadə edə bilmir. Problemi var. Onu yazılı tapşırıqlarla qiymətləndirmək lazımdır və s. Eyni zamanda rəy vermədə çox həssas yanaşmaq lazımdır. Rəy vermə zamanı belə deyək, şagirdlərdən belə əgər onların göstəriciləri o qədər də yüksək deyilsə də belə, onların aktivliyini, fəaliyyətlərini, onların kiçik bir uğurlarını rəylərimizdə nə etməliyik? Vurğulamalıyıq və onların belə deyək, müxtəlifliyini nəzərə alaraq rəy verməliyik. Bir də əsas nüans, ən qırmızı nöqtəmiz rəqabətə yol vermək olmaz. Ümumiyyətlə, biz kurikulumun çox bölməsində demişik ki, rəqabət olmaz. İnklüziv təlim mühitində qiymətləndirmənin heç bir halda rəqabət yarışına gətirib çıxarmayacağına da təhsil işçiləri əmin olmalıdır. Çünki çox həssas təbiətə malik olur bu uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlardan söhbət gedir və onlar rəqabətdə zərər görə bilərlər. Onların rəqabət zamanı aldıqları travmalar onların potensiallarını məhdudlaşdıra bilər və onların özlərinə qapanmaları, özləri haqqında aşağı fikirlərə qapılmalarına gətirib çıxara bilər və şagirdlərdə qapalı düşüncə tərzi formalaşa bilər. Ona görə də qətiyyən rəqabət yönümlü rəy vermək olmaz. Bir də əlavə təlim materiallarını istifadə etmək lazımdır. Bu aydın məsələdir də. Əgər mənim sinifimdə fərqli şagirdlər varsa, əgər mən inklüziv təlimlə məşğulamsa, mənim əlavə təlim materiallarım olmalıdır. O şagirdlərdə inklüzivliyi təmin edən materialları mütləq olmalıdır. Yəni, sırf bizim hər gün olan təlim materiallarına istifadə etmək olmaz. Yəni, müxtəlif resurslarım, dərsliklə bərabər əlavə məlumatlarım, əlavə adaptasiya olunmuş tapşırıqlarım olmalıdır. Adaptasiya olunmuş tapşırıqlar deyəndə, yəni şagirdin öyrənmə çətinliyinə uyğun olan tapşırıqlar. Məsələn, nitqində, görməsində, eşitməsində problem olan şagirdlərə fərqli-fərqli nə etməliyəm? Tapşırıqlar verməliyəm, amma bunu onlara hiss etdirməməliyəm. Ki, sən fərqlisən, məsələn, sənin görmən zəifdir, mən sənə dual tapşırıq verirəm. Xeyr, bunu elə eləmək lazımdır ki, şagird onu hiss eləməsin. Eyni tapşırığı həmin şagirdlə bərabər digər şagirdlərə də vermək lazımdır. Bütün sinifə yox. Məsəl üçün, qruplara ayırmışıq uşaqları. Qrupun birində görürük ki, tutaq ki, eşitmə problemi olan şagird var. Qrupun birində görmə problemi olan şagird var və tapşırıqlarımızı həmin şagirdlərə uyğun veririk. Amma o şagirdləri vurğulamadan, onların fərqliliyini, onların belə deyək, diqqətinə cəlb eləmədən. Bir də bir məsələyə toxunmaq istəyirəm. Bəzən müəllimlər elə başa düşür ki, inklüziv uşaqlara, yəni belə deyək, bu fərqli uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğı göstərmək lazımdır. Bu düzgün yanaşma deyil.
xüsusi qayğı göstərmirik. Hər bir şagirdimizə göstərdiyimiz qayğını, hər bir şagirdimizə yaratdığımız sağlam psixoloji mühiti, dəstəkləyici mühiti həmin şagirdə də bərabər şəkildə nə edirik? Paylaşırıq. Əksinə daha çox qayğı, daha çox diqqət o şagirdin fərqliliyini üzünə vurmaq deməkdir. Ona görə də hər kəsə eyni yanaşırıq və hər kəsi fərqli olmalarını adi qəbul edirik. Müəllim deyir şagirdlərə öyrənmə çətinliyinə uyğun tapşırıqlar verərsə, adaptasiya edilmiş dərs və tapşırıqlar verərsə, bu zaman şagirdlər dərsə daha yaxşı nə edərlər? Cəlb olunarlar. Məsəl üçün, tutaq ki, hiperaktiv uşaqlar da inklüziv uşaqlar sayılırlar. Hiperaktiv uşağa bir kinestetik fəaliyyət verirəm, hərəkli bir fəaliyyət verirəm və yaxud da ki, belə deyək, eşitməsində problem olan şagirdə belə deyək, qrafiklərdən istifadə edərək, simvollardan, vizual alətlərdən istifadə edərək onların öyrənməsini dəstəkləyirəm və s. Ümumiyyətlə, inklüziv təhsil olan məktəblərdə xüsusi bir mədəniyyət olur. Xüsusi bir dəstəkləyici mühit olur. Eyni zamanda buranın infrastrukturu da, maddi texniki bazası da inklüzivliyi dəstəkləməlidir. Məsəl üçün, uşağın əlilliyi olan uşaqların əl arabasının istifadəsi üçün şərait yaradılmalıdır. Yəni, inklüziv təhsil olan məktəblərin infrastrukturu da onu nə etməlidir? Şagirdin çətinliyinə uyğun olmalıdır. Bu da öz növbəsində. Bir də ki, əslində bu saydıqlarımız diferensial təlim adı altında birləşdirmək olar. Lakin diferensiallıq, belə deyək də, inklüzivliyə baxdıqda daha diferensiallıqda, yəni diferensial təlim dedikdə şagirdin nəyi, necə, hansı mühitdə öyrənib, necə çatdırdığını planlayan sistematik yanaşmadan söhbət gedir. Amma inklüzivlik isə bir qədər daha həssas, bir qədər daha dərin bir anlayışdır. İnklüziv mühitdə inklüziv bir mədəniyyət formalaşır və inklüziv mühit inanın ki, sağlamlıq imkanları məhdud olmayan şagirdlərdə də daha yüksək bir şəxsi keyfiyyətlər formalaşdırır. Hər kəsin fərqli olması faktı qəbul edilir. Yəni, belə deyək də, uşaqlar başqa bir mühitdə sağlamlıq imkanları məhdud şagird görəndə onu möcüzə kimi qəbul eləmirlər. Onlar hər kəsin fərqli olması faktını qəbul edirlər. Yəni, bunlar üçün adiləşir. Öyrənmədə dəstəkləyici bir mühit olur. Dəstəkləyici amillərdən düzgün istifadə olur. Fərqli bir öyrənmə mühiti olur. Fərqli təcrübələr, uşaqlar fərqli olduğuna görə fərqli tapşırıqlar, fərqli təcrübələr, fərqli öyrənmələr olur. Eyni zamanda burada yenilikçi və yaradıcı bir mühit var. Çünki müəllim özü də yaradıcı olmalıdır ki, o fərqlilikləri, belə deyək də, dəstəkləyən təlim mühiti qura bilsin. Fərdi yanaşma var. Hər kəs üçün təhlükəsiz mühit var. Məktəb icmasında bütün üzvlərin iştirakına hörmət edən, hər kəsə dəyər verən bir mühit var. O uşaqlar çox az yaşlarından artıq, belə deyək, insan anlayışının, insanın dəyər anlayışının nə olduğunu dərk edirlər. Onlar üçün adətən uşaqlar, belə deyək də, məlumatsız olduqda bu cür uşaqları, fərqli uşaqları görəndə onlara belə qəribə gəlir. O uşaqlara çox qəribə baxırlar. O da həmin o fərqliliyi olan uşaqda narahatçılıq yaradır ki, mən fərqliyəm, mən əl arabasındayam, o uşaq mənim böyrümə belə baxa-baxa keçdi, nə bilim, belə başqa cür münasibət olur onlar arasında, qayğıkeş bir mühit olmur. Amma inklüziv təhsildə qayğıkeş bir mühit olur. Eyni zamanda hər kəsə, ən gözəl məsələsi də budur ki, hər kəsə dəyər verən bir mühit olur. Bayaq dediyim məsələ şagirdlərin ehtiyacına uyğun şəkildə sinif tərtib olunur. Məktəbdə deyir, inklüziya mədəniyyətinin formalaşdırılmasına mənfi təsir göstərən məsələlərdən biri də sağlamlıq imkanları məhdud olan şagirdlərə olan müraciətdir. Bu uşaqlara qüsurlu uşaq, xəstə uşaq yanaşması, bu cür ifadələr işlətməsi ümumiyyətlə olmaz. Bu cür yanaşma şagirdlərdə özgüvəni azalda bilər. Onların öyrənmə prosesinə cəlb olunmasına, akademik nailiyyətlərinə mənfi təsir göstərə bilər. Eyni zamanda onların emosional cəhətdən zədələnməsinə gətirib çıxarda bilər. Ona görə də biz damğalayıcı sözlərdən, onları ruhdan salan, qapalı düşüncəyə aparan sözlərdən qətiyyən yayınmalıyıq. Dərsimizi bitirdim, amma bir dənə də fikir əlavə etmək istəyirəm. Testlərdə siz bunlarla rastlaşacaqsınız. Tutaq ki, sinifdə inklüziv sinifdən söhbət gedir. Elə uşaqlar var ki, müəllimin verdiyi tapşırığı öhdəsindən gələ bilmirlər.
Bu zaman müəllim nə etməlidir? Onlara fərqli bir tapşırıq verməlidirmi? Xeyr. Müəllim elə bir tapşırıq verməlidir ki, hər kəs verilən tapşırığın öhdəsindən gəlməyi bacarmalıdır. Yəni biz bu cür yanaşa bilmərik ki, məsələn, mən bu günləri belə deyək də, hərəkətli bir tapşırıq vermişəm. Uşağın da aşağı ətrafında problem var, çox sürətli hərəkət eləyə bilmir və uşaq bu tapşırığın öhdəsindən gələ bilmirsə, bu artıq onu mən kənarlaşdıra bilmərəm ki, yox, sən bu tapşırığın yox deməsəm də, yəni onu kənarlaşdırmaq o deməkdir də ki, yəni sən bu tapşırığın öhdəsindən gələ bilmirsən, sən otun qıraqda gözlə, qoy bu uşaqlar bunu eləsinlər. Xeyr. Mən qruplara bölə bilərəm o uşaqları. Hiperaktivlərə həmin hərəkət tapşırıqları verirəm, digərlərinə də hərəkəti o qədər də olmayan, həmin şagirdin ehtiyaclarını dəstəkləyən tapşırıq verə bilərəm. Yəni şagirdi qətiyyən nə etmək olmaz? Hər hansı bir fəaliyyətdən kənarda saxlamaq olmaz. Bunu da birmənalı şəkildə yadınızda saxlayın. İnklüziv təhsil bu qədər. Bir qədər belə deyək də, yeni anlayışdır. Biz bunu hələ ki çox məktəblərdə tətbiq eləmədiyimizə görə, adətən tətbiq elədiyimiz şeylər daha yaxşı dərk edirik. Bir qədər belə deyək, yeni anlayışdır, bir qədər bizə çətin gələ bilər. Amma testlərini də işləsəz, o qədər də çətin bir dərs deyil, çox yadda qalan dərsdir və çox başa düşülən dərsdir və mən düşünürəm ki, çox yaxşı bir təhsildir, çox yaxşı bir təhsildir ki, yəni insanın insan olmasına dəyər verilir. Hər kəsi Allah bir cürə yaradıb və insan fərqliliyi qəbul olunan mühitdə həmişə nə olur? Sağlam düşüncə olur və bu cür uşaqlar gələcəyə sağlam atıla bilirlər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Qaranlıq qalan hər hansı bir məsələ olarsa, rəy bölməsinə fikirlərinizi yazmağınızı gözləyirəm. Mümkün qədər çalışaram ki, çətinlik çəkdiyiniz məsələlərə aydınlıq gətirim. Sağ olun.